Biz bugün teatrın intibah dövründən, ulduzlarından danışmaqla teatrın fədailərindən danışacağıq və sizi də bugün bax bu benefisə dəvət edirik. Süleyman Tağızadə deyərdi ki, Əjdərə, Əjdər Dağıstanlı, gəl bir gedək fayədən fırlanaq, o xanımların duxusu bizi vursun. Gələn tamaşa, yəni bir gərək 3 dənə yaxşı tamaşa oynayasan. Eşidə ki, az dramada belə tamaşalar gedib, ondan sonra gəlib barışırdı. Ədil müəllim otururdu kabinetində, qulaq asırdı radio ilə ki, görüm kim nətər danışır. Azərbaycan teatr mədəniyyətində, istər aktyor sənətində, istər rejissuraya xas olan bütün keyfiyyətlər Ədil İskəndərovun dövründə özünün apogeyinə çatır. Bu üç rejissorun gözlərimcə Ədil İskəndərovun siz bilirsiniz də Şərqin səhərinə görə isteri dövlət mükafatı almışdı. Elə bircə Vaqifi bəs idi ki, Ədil Bir dənə Vaqifi bəs idi ki, deyəsən bu Ədil İskəndərovun dəst xəttidir. Teatr, səhnə. Səhnə həyatdan bir pillə yuxarıda dayanır. Burada yaşanan ömür də adi ömür deyil. Hətta insan ömrü də deyil, ulduz həyatıdır. Əl çatmaz, müəmmalı, tam axıracan öyrənilməsi mümkün olmayan büt həyatıdır. İllər keçsə də o ulduzların fəaliyyəti çoxdan dayanmış olsa da, həyatda olmasalar da hələ də yanırlar, hələ də parlayırlar. Təkcə ad və sima kifayətdir ki, biz daha ondan yoxdur deyək. Hər biri əvəz olunmazdır, hər biri. Çünki sonra gələn ulduzların da bu səhnə qalaktikasında özünə məxsus yeri var, əvəz olunmaz yeri var. Çünki hər biri əvəz olunmazdır. Büt heykəl, möcüzə aktyor Ələsgər Əkbərov, əsatirdən gəlmiş Mərziyə xanım, zəriflik simvolu olan Hökümə xanım, Gəray bəyli, teatrın intibah dövrünü öz əlləri ilə yazan Ədil İskəndərov, Mehdi Məmmədov, Nüsrət Fətullayev, Bədura xanım Əfqanlı, daha kimlər, Əsrarəngiz Barat xanım, Triumfal Vaqif tamaşası, Fatma Qədri, Möhsün Sənani, İsmail Dağıstanlı, Leyla xanım Bədirbəyli, sənət naminə yumruğa dönən sənətkarlar, Mirzə Ağəliyev, Sidqi Ruhullah, Süleyman Tağızadə, bax bu ulduzların çiyini üstündə dayanırdı teatr. Bu zərif çiyinlər bizim məbəd kimi sitayiş elədiyimiz səhnəni yaşadırdılar. Burada parlayırdılar, burada işıq saçırdılar səhnədə, ancaq səhnədə yaşayırdılar. Şərəfli keçmişdi və çox təəssüf ki, keçmişdi. Teatrımızın 125 illiyi qarşısında bugün Beynəlxalq Teatr günündə biz sizi yeni Akademik Milli Dram Teatrına dəvət edirik və biz bugün telebenefis verilişində heç bir analizdən, heç bir səbəbdən, heç bir araşdırmadan xəbər verməyəcəyik. Yox, bugün bayramdır. Bugün biz bayram günündə məhz Ədil İskəndərov dövründən danışırıq. Biz bugün Azərbaycan teatrının intibah dövründən, qızıl əsrini yazan aktyorlardan, ulduzlardan, sənətdə baş verən meteorlardan, tamaşalardan, sənət hadisələri, triumfal tamaşalardan, sualtı toqquşmalardan, aizberglərdən, daha nələrdən danışmaq əvəzinə biz bugün ulduzların gözəl səhnə həyatından danışacağıq. Səhnə, bu gözəl gördüyümüz, bildiyimiz səhnət hadisələri, tamaşalar bugün çox sönüb, ancaq sonuncu zərrəsi də olsa qalan tamaşalarımız var. Səhnə yaşayır. Aktyorlar hələ də sənət yaradırlar, hələ də işləyirlər. Bax, burada indi gedən məşqlər, yenə də həmin o aktyorların, yenə o fədailərin sonuncu ürək çarpıntıları da hələ var, hələ yaşayır. Biz bugün teatrın intibah dövründən, ulduzlarından danışmaqla teatrın fədailərindən danışacağıq və sizi də bugün bax bu benefisə dəvət edirik. Teatr bayramına dəvət edirik. Yenə göylərdədir şair xiyalin, əzəldən hüdudu yoxdur kəmalın. Çox gözəl. İnan ki, mən bizim ruhumuzu sevdim ürəkdən. Bu dövlət, bu cəlal, bu şanlı saray. Göylərim salqı ulduz o ay. Ne tapşırsın bugün ben gerek.
Ancak bir şartım var. Buyurun görek. Gerek başlığında yazsın senetkar. Hars'ın heyyamı var, sır dostu var. Ne sokronlarda büyük senetkar. Bizim bu dağların oğluyam ben de. Az az uydururam yeri gelende. Ayağı çarpsın bir ölçe. Ey Firdevsler yarattı belke. Dayan, bu bakçanın her bir sağı üstünde min gül sürmüş. Sizin güldüğünüz çoban korkağı Nizamiler, Füzuliler getirmiş. İskenderov'un koyup gittiği tiyatr az müddət yaşadı. 1987-ci ildə elə belə qərara gəldilər ki, İskenderov dövrünə qayıdaq. Hələ də qayıda bilmirlər. Bu məsələ olub, söhbət olub. Ancaq çalışırlar. O dövrə qayıtsınlar. Biraz çətinlik idi. Maliyyə cəhətdən çətinlik idi. Başqa cəhətlərdən də çox çətinlik idi o dövrə qayıtmağa. Texnikanın yox vaxtında o cür səhnələr qurulurdu. Monumental səhnələr qurulurdu. Bu qurulurdu, çökülürdü, o qurulurdu. Saray qurulurdu, meşə qurulurdu. Hamısı çökülürdü, təzədən qurulurdu. Hə. Ona görə də məsələn Nizami tiyatrisində 1941-ci ildə Nizaminin 800 illiyinə əlaqədar olaraq Adil İskenderov Mehdi Hüseynin Nizami piyesini qoydu. Adam indiki dekorasiyalar mənim gözümün qabağındadır. Onun birini indi səhnədə qurmaq teatrın yarı xərcidir. İllik xərcinin yarısıdır. Bir səhnəsini qurmaq. Bəlkə o illərdə həm teatrın özündə, həm teatrın kənarında, yəni teatra məhəbbət böyüyüydü. Bəlkə bu kömək edirdi. Teatra olan məhəbbət o teatrda, əsli teatrda oldu. Hacı Zeynalabdin Tağıyevin teatrosu kimi adlanan bu bina dövrünün sənətkarı üçün şöhrət, sənət və uğur simvolu idi. Tamaşaçılar bu məbədə uzaqdan sitayiş edirdilər. Yox, bu elə belə adi iş yeri deyildi. Burada can qoyurdular və ən maraqlısı buydu ki, tamaşaçılar bu binaya daxil olanda hər biri xoşbaxt olurdu. Özü də dönə-dönə dəfələrlə baxdığı tamaşalarda, gördüyü salona, zala, deyirlər toxunmağa belə ehtiyat edirdilər. Hər dəfə yeni pərəstiş, yeni səcdə, eşq, sənətə, sənətkara və sözsüz ki, xalqa. Xalq öz sənətkarları ilə fəxr edirdi. O vaxtın tamaşaçıları da ayrı cür tamaşaçılarıdır. Məsəl üçün, mən nəinki yaxın qohumlarımdan, hətta tanışlarımdan, hətta teatrın azarkeşlərindən, teatra gələn xanımlardan öyrənirdim ki, əgər tutaq ki, indi martlı, aprelin əvvəlində yeni bir premyera olacaq, o xanımlar yeni ayaqqabı, yeni paltar, təzə paltar tikdirirdilər. Mənim heç yadımdan çıxmaz, rəhmətli Əjdər Süleyman Tağızadə, bir də Vəlixanlı, həmişə oynamadıqları tamaşaya gələrdilər. Mən sual verdim bir dəfə Süleyman Tağızadəyə ki, niyə gəlirsiniz, tamaşada yoxsunuz? Dedi ki, mən hər gün o teatra daxil olmasam, o teatrın ab-havasını udmasam, mən sabahki günü səhnəyə çıxa bilmərəm. Süleyman Tağızadə deyərdi ki, Əjdərə, Əjdər, Dağıstanlı, gəl bir gedək fayədən fırlanaq, o xanımların duxusu bizi vursun. Belə tamaşaçılarımız vardı. Mənə çox maraqlıdır Məxluqa xanım. Siz indi həmin illərdən Allah ömür versin, yəni həmin illərin canlı şahidisiniz. Ona görə bu sualı mən məhz sizə verirəm. Həmin illərdə teatrı bax bu məbədə çevirən kim idi? Aktyorlar idi, rejissor idi, tamaşaçılar idi. Yoxsa hamısı bir yerdə idi. Teatr məbəd idi, səcdə edirdilər. Aktyorlara peyğəmbər səviyyəsinə qaldırıb onların hər birinə toxunmaq, baxmaq, səcdə eləmək. Nə idi? Kim eləyirdi bunu? Mən nə deyim, o ondan irəli gəlirdi ki, teatrda yüksəliş idi, teatrda gözəl əsərlər, gözəl aktyor oyunu, gözəl rejissor işi, böyük kollektiv, bir-birini sevən, bir-birini istəyən, paxıllıq adında şey yox idi biz işləyən vaxtında. O qorxulu illərdə
O soluğun işığı altında gördüyümüz o illərdə sənət və sənətkarlar görünməmiş yüksəkliyə qalxırdılar. Ən qorxulu, ən sərt, ən amansız adamlar belə bu həyatla, bu sənətlə hesablaşırdılar. Qorxulu illər idi, ancaq səhnə o illərdə insanlara ümid deyilən bir hissi aşılayırdı, bacarırdı. İnsanlar səhnədə gördükləri gözəl həyata, ədalətə, qalibiyyətə inanırdı. Səhnə bunu təlqin edirdi, bacarırdı. Sənətkarlar bəlkə də tamaşadan sonra adi insan düşüncə və qorxuları ilə yaşasa da, səhnədə Prometey əzabları ilə bəxtiyar olurdu. Adamlar onun ardınca getməyə bilmirdilər. Adamlar bax bu cür fədakarlığa hazır idilər. Mircəfər Bağırovun teatra münasibəti necə idi bax həmin illərdə? Məsəl üçün o bizim teatrı çox istəyirdi. Bir dənə premyera yox idi. Prosmotr verirdik ona. Özdə ayağının üstünə gətirib şal salardılar. Baxırdı. Xoşuna gəlməyən tamaşadan sonra bir neçə ay gələn tamaşa, yəni bir gərək 3 dənə yaxşı tamaşa oynayasan, eşidə ki, Azdramada belə tamaşalar gedib, ondan sonra gəlib barışırdı. Hərdən mənə elə gəlir ki, bəlkə də o qanlı qadalı illərdə adamları xilas edən bax bu parlaq, bu şirin işıqlar, ulduzlar idi. Yəqin ki, elə belə idi. Bəlkə də bugün ancaq xatirələr sönənilməlidir. Bəlkə də səssiz səmirsiz elə bax bu ulduzlara baxmalıyıq, keçmişimizə baxmalıyıq, susmalıyıq. Bəlkə də ancaq analiz eləməliyik. Biz isə sizi səhnənin arxasında qalmış fədailərlə də tanış eləyəcəyik. ...125 illik tarixi olan bu sənət məbədi öz keçmişi ilə həmişə öyünə bilər. Onun mavi səmasında və yaxud daha parlaq səmasında parlayan ulduzlar, bugün biz baxdığımız mif, büt ulduzlar hamısı bax bu teatrın səmasında parlayıb. Sadəcə olaraq teatrın intibah dövrünü, şərəfli keçmişini yaşayan, yəni Qızıl əsrin özəlləri ilə yazan teatrın Allahı olan Ədil İskəndərovun dövründə. Biz bugün TV Nefisdə teatrın intibah dövründən, Qızıl əsrindən, Qızıl dövründən danışacağıq və həmin dövrdə parlayan ulduzlardan danışacağıq. Dəqiqləşdirsək kimlərdən? Ələsgər Ələkbərovdan, Barat Şekinskayadan, Leyla Bədirbəylidən, daha kimdən? Mustafa Mərdanov, Adil İskəndərov, Mehdi Məmmədov, Asadı Kərəbəli, Sidqi Ruhullah, Sona xanım, Tofiq müəllimlə, Sofa xanım, Məxluqa xanım, daha kimlər? Yəni biz bugün bu ulduzlardan danışacağıq. Hamısı necə deyirlər, belə dahi sənətkarlardır. Bunlar hamısı necə deyirlər, bu otağın... Bura qrim otağıdır. Biz Telman Yunisevla söhbət edirik və bütün aktyorlar intibah dövrünü, hətta bugünkü aktyorlar da səhnəyə çıxmazdan əvvəl sonuncu tamamlama işlərini bax buradan qrim otağından edirdilər. Hoş gəlmişsiniz. Hərdən dəhşətli dərəcədə gözəl, hərdən ağlasığmaz dərəcədə eybəcər görünən və bizim ulduz deyib, büt deyib baxdığımız aktyorlar bax bu otaqdan Telman müəllimin əlinin altından çıxıb gedirlər və ümumiyyətlə qrim aktyora nə verir? Aktyorun siz dediniz ki, simasını dəyişir, görkəmini dəyişir. Necə dəyişirsiniz onu? Aktyorun, aktrisanın simasını dəyişmək lazımdır. Kimin obrazını yaradır? Nəçidir, nə formadır? Onlar hamısı qrimlə, geyimlə. Dilənçi də ola bilər, professor da ola bilər, gözəl də ola bilər, kosmonavt da ola bilər, alim də ola bilər. Hamısı bunlar özləri necə deyirlər, simaları dəyişir. Hətta küpə girən qarı da. Bəli, nağıllarda, əfsanələrdə olduğu kimi gözəlləri gözəlləşdirən qrim otağıdır. Deməli, heç elə olubmu ki, nə vaxtsa aktyorla qrim ustası arasında orta məxrəcə gəlməsinlər, nədənsə imtina eləsin, nəyisə qəbul eləməsinlər? Ola bilər, ola bilər. Nəyə görə? Çünki o qrim rəssamının təcrübəsi yoxdur, müəyyən şeyləri bilmir. Yəni bu sənət belə bir sənətdir ki, dünya dramaturgiyasını biləsən, həyatını biləsən, simanı biləsən, hər xalqın öz ənənəsi var, sifət quruluşu var. Bundan başqa da hər bir aktyorun, fərdin, individin özünün... Bəli, necə deyirlər, aktyor məsələsini deyir ki, mən bunu istəyirəm. O sənətkar onu yerinə yetirə bilmir, alınmır. Çünki sənətkar aktyorun, rejissorun, dramaturqun
dodağı dəbərən kimi nə necə lazımdır ki, Adil İskəndərov da, Mehdi Məmmədov da, Rza Təhmasib də, bunlar böyük dahi sənətkarlar. Siz əfsanəvi dövr yaşamış adamlardansınız. Yəni həmin əfsanəvi dövrü yaşamısınız. Elə olubmu ki, nə vaxtsa şəxsən Ədi Rzayeviç sizdən razı qalmasın? Nə desə töhmət alasınız ondan, töhmət götürəsiniz, olubmu? Adil İskəndərov, Allah rəhmət eləsin. Məni bu incəsənət sahəsinə gətirən elə Adil İskəndərov, Mehdi Məmmədov, Rza Təhmasib olub. Mən də aktyor olmaq istedim, rejissor olmaq istedim. Amma yönəltdilər. Onlar mənə dedilər ki, sən bu yolla get, bu sənətlə get. Sənətkarımız yoxdur, bizə lazımdır. Onsuz da rejissorla işləyəcəksən, aktyorla işləyəcəksən bizimlə. Rəhmətli Adil müəllimlə, Mehdi müəllimlə çox filmlərdə, çox teatrda, bu otaqda, İsmail Dağıstanın, Lenin obrazına, Sadiq Gəraybəlini, Stalin obrazına, ümumiyyətlə, dublikat deyirlər. Böyük şəxsiyyətlərin dublikatı deyirlər. O dublikat məsələləri hamısı plastik qrimlərlə, hamısı bizim kimi sənətkarın əlindən gəlir. Qrim Dağıstanlını Leninə çevirir. Dublikat Gəraybəlini Kobaya, Sidqi Ruhullanı Qacara. Sözsüz ki, burada aktyor istedadı və rejissor zəhməti danılmazdı. Ancaq Qrim ilk gördüyümüz faktordur. Onsuz bu sənətkarları biz qəbul edə bilmirik. İllah da ki, belə rollarda. Ədil İskəndərov monumental tamaşalarının ən böyük ustası idi. Ədil İskəndərov həmişə çalışırdı ki, teatrı akademik səviyyədə görsün. Mənə qismət olmayıb oyuna teatrda işləmək, amma onun məşqlərində gəlib oturanda, nə bilim, mən ondan sonra mən də rejissoram demək mənim haqqım yoxdur. Ədil İskəndərov teatrın qızıl əsrini yaradan və hələ də sönməyən ulduzlar, tamaşalar, sənət hadisələri hələ də bir mif kimi yaşayır. Teatr Ədilin məhz Ədil İskəndərovun dövründə öz zirvə nöqtəsinə çatmışdı. Teatrın bədii rəhbəri və yaxud baş rejissorunun gərək o teatra gedən bütün tamaşalarda azacıq düzü də olsa dəstixatı hiss olunsun. Çünki niyə? O bütün tamaşalarını mən deyərdim ki, qəzetin redaktoru varsa, bu da redaktoru kimi şeydir. Bu Adil müəllim misal üçün Ələskər Şərifovun tamaşasında, Əleydər Ələkbərovun, Səfdər Turabovun hamının tamaşasında onun əl gəzdirməsi mütləq vardır. Mehdi müəllimin tamaşasında da. Sənət məbədi, ümumiyyətlə bu teatr adlı məbədə sitayiş. Nə var idi ki, bax bu cür məhəbbət var idi? Nə idi? Bunun sirri nədə idi? Onun sirri onda idi ki, əvvəla Ədil İskəndərov kimi həm direktor, həm bədii rəhbər, həm rejissor, həm avtor demək olar. Həm də insan. İnsan. O tər insan. Biz, məsələn, nə idi ki, biz tamaşaya, ya meşqə gecikək? 2 saat, 3 saat qabaqca gəlib otururduq, qrimimizi eləyirdik, rol haqqında fikirləşirdik. Ədil müəllim otururdu kabinetində, qulaq asırdı radio ilə ki, görüm kim nətər danışır, kim nətər rolunu aparır. Hətta öz tamaşası olmasa da. Bəli, öz tamaşası olmasa da həmişə onun radiosu açıq idi. Bir balaca ki, obrazdan kənar çıxış, danışıq olanda Ədil çağırardı sabahsı günü, qadın, teatrda işləmək istəyirsən? Deyərdi ki, Ədil Rzayeviç, bu nə sualdır? Deyir ki, əgər işləmək istəyirsənsə, onda dünənləri tamaşada çox yaxşı aparmadın o səhnəni. Xəbərdarlıq edir. Xəbərdarlıq edirdi. Özü baxan, bu nə idi? Aktyorların bax sonradan yəni bu işə münasibəti dəyişirdi sözsüz ki. Xeyr. Yox, yəni yaxşı mənada dəyişirdi. Yaxşı mənada. Yəni mən demək istəyirəm ki, bunlar nə idi? Ədil Rzayeviçdən qorxu idi, yoxsa Ədil Rzayeviçin tərqin elədiyi səhnəyə məhəbbət idi? Səhnəyə məhəbbəti. Ədilin o elədiyi, məsələn, zamiçanyası, indi rusca desək. İradları da xeyr idi. Söyünürdü ki, Ədil, məsələn, bizim o yerimizə qulaq asıb, o yeri daha da yaxşı aparaq, yaxşı oynayaq. Razı qalsın. Razı qalsın. Biz indi o paxıllıqdan, o xəyanətdən söhbət açmayacağıq. Biz ancaq pərəstişdən, məhəbbətdən danışacağıq. O gözəl həyatın əzablı, çətin, bəlkə də ancaq təriflərindən yox, bayram əhvallı gözəl həyatından danışacağıq. Bura teatrdır.
teatrda, yəni səhnədə bircə anda olsa parlamaq, bircə anda olsa, yəni bu xoşbəxtlik anlayışı ancaq parlamaqla üst-üstə düşürdü. Aktyorlar bircə anda olsa səhnədə parlamağı ömürlük xoşbəxtlik sayırdı və bu bircə anlıq parlamağı, bu bircə anlıq xoşbəxtlik onlara nələr bahasına başa gəlirdi, hansı acılar bahasına başa gəlirdi və bu hansı acılar, zəhmətlər bahasına bax bu parlamağı saxlayırdı. Bəli, aktyorlar üçün xoşbəxtlik ancaq və ancaq bu sayılırdı. Və eyni ilə həmçinin tamaşaçılar, bu xoşbəxt anı tutan, bu xoşbəxt anı birgə onlarla yaşayan tamaşaçılar, bax bu səhnəni, bu teatrı ecazkar edən aktyorlar, tamaşaçılar birgə idi. Və vaxt var idi həmin o tamaşaçılar, vaxt var idi həmin ulduzlar, o triumfal tamaşalar, bax bu temperamentə malik aktyorlar, bu ulduzların minnətdar olaraq, onlara minnətdar olaraq bax bu səhnədə yaranırdılar və eyni bir zamanda tamaşaçılar da eyni məhəbbətlə səhnəyə baxırdılar və bu səhnədə bu tamaşalar böyük müvəffəqiyyətə gedir və bugün biz sözsüz ki, intibah dövründən danışmaqla, yəni Ədil İskəndərovun dövründən danışmaqla həmin ulduzlardan danışacağıq. Sönmüş də olsa, büt də olsa, mif də olsa həmin ulduzlardan danışacağıq və biz bugün Akademik Milli Teatrdan danışacağıq. Biz bugün bax bu teatrdan danışacağıq. Ulduz həyatı yaşayanlar sonda ya peşman olur, ya da bu gözəl həyatdan doymurlar. Qəribə burasıdır ki, bu ulduz sənətkarlar adi adamlardan, onların sevinç, istək və məqsədlərindən xeyli fərqlidir. Hər bir kəs tərəfindən pərəstiş edilən bütlər bəlkə də əslində Fərəd xanım, siz bir dəfə dediniz ki, yəni yiyəsi olan belə çıxdı da, yəni teatra gəlməz, nə bilim teatr yəni belə təsadüfi adamlar, yəni özünüzdən misal gətirdiniz də ki, yəni təsadüfdür gəlməyimiz. Yəni mənim üçün hərdən çox belə düşündürür məni ki, deyirlər qıraqdan baxan üçün teatr başdan ayağa bayram əhval-ruhu yəli bir yerdir. Bayramdır deyirlər orada, hamı bayram həyatı yaşayırlar. Nə dərdiniz var sizin? Bax, bu bayram əhvallı görünən bu ömrü niyə siz məsəl üçün indi qəbul eləmirsiniz? Axı bayram o cəmaat elə gəlir ki, bayramdır, böyle bir bayram var. Heç bir bayram var. Çətindir əslində bu həyatı yaşamaq. Çox çətindir. Çox çətindir. Heç olmasa o günləri yadınıza salanda fəxr edirsinizmi ki, siz bu cür çətin, amma şərəfli bir ömrü yaşamısınız? Vallahi. Kirabat zəhmətkeşləri əziz qonaqları olan Azərbaycan Dövlət Dram Teatrının artistlərini qarşılamaq üçün şəhər vağzalına toplanmışdılar. Budur, teatrın baş rejissoru Adil İskəndərov, SSR xalq artisti Sidqi Ruhulla, xalq artistlərindən Fatma Qədri, Rıza Əfqanlı, Əli Qurbanov və başqaları. Teatra məhəbbətimiz həddindən artıq idi. Eyni ilə bu tamaşaçılarda da bu məhəbbət, eyni məhəbbət. Bəli, tamaşaçılar mənə elə gəlir ki, həmişə tamaşanın axırına kimi dayanıb əl çalırdılar. Hətta bəziləri indi ola bilsin ki, tələsənlər gedirdi, amma bəziləri dayanıb qapıda yox, dayanıb kənarda güdürdülər ki, aktyorlar ha vaxt çıxacaq. Yəni Ədil İskəndərovun səmasında parlayan ulduzlara getmək, onları görmək, onlarla bir də təmasda olmaq, yəni bunlar üçün həsrət idi. Müqəddəs bir şey sayırdılar. Onları görmək. Ədil həmişə bizə deyərdi ki, qadan bax, tamaşadan çıxdı, əl üzünüzü yuyun, yavaş-yavaş geyinin, qoy cəmaat dağılsın, getsin, sonra çıxın. Əgər sizi istəyən adam varsa, o dayanıb kənardan baxacaq, qoy baxsın, evi yoxdur. Obrazın mifini sındırmaq istəmirdi. Gözəllik. Ədil İskəndərov bu gözəlliyi görürdü və aşılayırdı həm aktyorlara, həm tamaşaçılara. Tamaşaçılar bu gözəlliyi yadda saxlayırdılar. Onlar bu gözəlliyə pərəstiş edirdilər. Səhnədə hər bir hərəkət, bizim dildə, terminlə desək, hər bir mizan tamaşaçılar üçün yaddaşlardan silinməyən ulduz uçuşu idi, poza, hərəkət idi. Səhnədə aktyor tamaşaçı tərəfindən təhlil edilirdi, mənimsənilirdi, sevilirdi, pərəstiş edilirdi. Bu elə belə kör-körana səcdə deyildi, gözəlliyə və sənətkarlığa pərəstiş idi. Azərbaycan teatr mədəniyyətində, istər aktyor sənətində, istər rejissuraya xas olan bütün keyfiyyətlər Ədil İskəndərovun dövründə özünün apogeyinə çatır.
Ədil İskəndərovun teatrı nə teatrdır? Hansı teatrdır? Bu birinci növbədə həzin, melodik səslə deyilən söz teatrıdır. Gözəl səslər teatrıdır. Gözəl bədənlər teatrıdır. Monumental mizanlar teatrıdır. Və bununla yanaşı statuar pozalar teatrıdır. Yaraşıqlı statuar pozalar Azərbaycan teatr mədəniyyətində Ədil İskəndərovdan sonra bir daha görünməyəcək. Barat xanım Şekenskaya. Bu ad öz sahibinin kövrəkliyini və ən əsası isə səmimiliyini ifadə edir. Bu nəhəng sənətkarlıq miqyasında götürəndə nəhəng aktrisa saysız hesabsız rollar oynayıb, sayı unudulan uğurlu premyeralar yaşayıb, bəlkə də istədiyinə çoxdan çatıb. Əslində bitib tükənməyib. Bu yazıq elə gəncədən elə bilmişdi ki, mən ulduzam. Yəni düz bilmirmiş. Əlbəttə. Elə bildi ulduzam. Olur da belə hər adamın Mehdinin də çatmamazlığı vardı, Ədilin də çatmamazlığı. Birinci o üzü ki, Mehdi hara gedirdi deyirdi, xoşbaxtdır o teatr ki, Barat kimi aktrisası var. Ədil də həmçinin. Ədil də mənsiz onun demək olmaz ki, bir də yaxşı tamaşası var. İndi bütün bunları ancaq gözəl xatirə kimi xatırlayan aktrisa əslində bu həyatı yaşayıb, bu gözəl pərəstiş, məhəbbətlə dolu həyatı yaşayıb, özdə sevə-sevə yaşayıb və teatrımızın əvəz edilməz ulduzuna çevrilib. Barat Şekenskaya. Məni biraz qəbul edəməyən aktrisa şəxsən hökmə idi. Qalan heç kəsimin dişi. Mərciyə xanım o cello gedəndə axı pərdə bağlananda hamımız öz yerimizdə uzanmışıq, bir də bir bəlkə səs eşitdim. Gördüm Mərciyə xanım. Mən indi rahat gedə bilərəm. Zimana rolunu oynayan bir aktrisa qoyub gedə bilərəm. Var və mən onu qəbul edirəm. Mən ondan böyük mükafat ola bilərmi? Mükafat ola bilməz. Bir dənə dik astırdım oradan Mərciyə xanım səsini eşidəndə. Heç yox, nə Mərciyə xanım, nə Fatma xanım, heç kəs. Sonra gələnlər, onların bizə qatdığı, mən ortada qalmışım. Mən də ki, pişdə deyək ki, olsa çıxıb gedim. Ədil İskəndərov teatrının məktəbinin ulduzları kimlər idi? Barat Şekenskaya. Eləşkərdi. Mühəmmədiyim. Tanışmışlar var. Əfqanlı, Mərdanov, Leyla xanım. Sonra Leyla gəldi. Kino və teatr sənətinin görkəmli xadimi Leyla Bədirbəylini 50 illik yubiley gecəsində kino dramaturq və rejissor Həsən Seyidbəyli, Professor Mehdi Məmmədov təbrik etdilər. Ona həyat və yaradıcılığında yeni müvəffəqiyyətlər arzuladılar. Leyla xanım Bədirbəyli. Gözəllik, qürur, sevgi simvolu, əl çatmayan, pərəstişlə boğulan, çılğın məhəbbətlə əhatə olunan, qibdə, fəxr doğuran insan, qadın, aktrisa. Bir günləri mən Ədil İskəndərovun rejissor üslubunu öyrənməkdən ötürü kitabları araşdırdım, heç tapmadım, getdim Kazım Kazımzadənin yanına. O mənə maraqlı bir əhvalat danışdı. Dedi, Vaqif dramının məşqi idi. Orada bir səhnə var. Xuramanın özünü qayadan atdığı səhnə. Xuraman çıxır arxa səhnədən, soldan, getməlidir Vaqifin yanına sağa qədər və orada onların diyaloqundan sonra çıxır özünü qayadan atır. Və bunu Leyla Bədirbəyli icra edirdi. Yəni Xuraman rolunu Leyla Bədirbəyli oynayırdı və soldan çıxıb sağa gedir, sözünü deyir, qayadan özünü atırdı. Kazım Kazımzadə danışır ki, elə bu məqamda Ədil müəllim dedi ki, Leyla, qızım, sən oradan çıxıb Ələkbərovun yanına getmə, sən bax gəl ön plana, ön səhnədən belə keç, sonra qayıt get, öz sözlərini deyir və qayadan atıl. O da dedi ki, Ədil müəllim, buradan axı mənə rahatlı yol daha qısadır, mən nə üçün belə gəlib keçməliyəm? Ədil müəllim dedi ki, sənin bədənin gözəldir. Niyə bu gözəlliyi gizlədirsən? Onu qoy, tamaşaçı da görsün.
Bax, bu artıq Ədil İskəndərovun o səhnəyə və eyni zamanda teatra ulduz gətirmək prinsipi idi. Yəni, təsadüfi şəkildə mən demədim. Ədil İskəndərov teatrı gözəl bədənlər teatrı idi. Və bu bədənlərin hamısı, baxmayaraq ki, ola bilər ki, bunların arasında kifiri də vardı. O kifirliyində gözəl idi belə. Və təbii ki, bu prinsip üzrə Ədil İskəndərov özünün ulduzlar sistemini getirirdi. Yəni, bu ulduzlar sistemi teatrda vardı, amma Ədil İskəndərov vaxtında ki, bu özünün, əgər ingilislər demək, İngilizcə desək, high class səviyyəsinə gətirib çatdırırdı. Leyla xanım Bədirbəyli, teatrımızın intibah dövrünü yaşayan və layiqincə yaşadan sənətkar. Hərdən mənə elə gəlir ki, İskəndərov səmasında bu ulduz hətta istedadı olmasaydı da tək elə gözəlliyi ilə də parlaq ulduz ola bilərdi. Gözəl, parlaq, şirin, mehriban ulduz Leyla xanım Bədirbəyli. Bəlkə də teatrımızın, milli teatrımızın tarixini bax bu geyim sexindən, bax bu libaslar asılmış, kostyumlar asılmış sexdən başlamaq lazımdır. Çünki ən qədim tarixi malik sex də elə məhz buradır. İndi intibah dövründən bax bugünkü gündə hələ heç nə gəlib çıxmayıb. Yəni nə o triumfal tamaşalar, nə o ulduzlardan, o bütlərdən bağlı heç bir şey. Ancaq bax bu libaslar qalıb, bu paltarlar, bu kostyumlar qalıb. Həmin o qulaq batırıcı alqışlardan, bütlərə olan pərəstişlərdən, triumfal tamaşalardan, ulduzlardan, hətta lent yazısı da qalmayıb. Ancaq bax bu cansız da olsa bu libaslar həmin o müvəffəqiyyətləri özündə saxlayıb, dayanıb, gözləyib. Teatrın qızıl əsrinə boylananda bax bu sexə, bu kostyum sexinə girməliyik və bu kostyum sexində həmin tarixlə bağlı kostyumların tarixini araşdırmalıyıq. Rasimə xanım Məmmədova kostyum sexinin rəisidir. Rasimə xanım, bizim Rasimə xanımımız kostyum sexinin Allahıdır, kostyum sexinin fədaisidir. Rasimə xanım neçə illərdir burada işləyirsiniz və neçə illərdir bu kostyumları qorumaqla məşğulsunuz? 53 ildir işləyirəm. Kostyumları əlbəttə saxlayırıq. Elə ki, biz saxlayırıq. Ona görə ki, də 89-cu ildən özünüz bilirsiniz ki, şərait belədir teatrda. Biz demək olar ki, öz seximizdən, öz cibimizdən tamaşa veririk. Mən indi baxıram bu libaslara, mən başa düşürəm ki, gözünü qırpıyıb neçə günlərlə, gecələrlə bu libaslar üstündə çalışanlar və bunları qoruyub saxlayanlar, yəni teatrın tarixini yaşadanlarsınız. Siz çox sağ olun. Teatrın tarixi deyəndə ki, istifadə eləyirik də, bütün hamısı tamaşalardan, köynələrdən istifadə eləyirik. Rəhmətlik İlyas Efendinin xan qızı gedəndə, biz tamaşanı geyindirəndə, cəmaatı geyindirəndə, aktyorları, aktrisaları özünə məhtəl qaldı ki, bunlar hindikidir. Özü bunlar hardan çıxmasın, getdi ki, sən öz tamaşandır, Natavan tamaşasından. O vaxtı tikilən də vardı, tikdirən də vardı, malımız da vardı. İndi şərait belədir. Teatrın qızıl əsri saydığımız Ədil İskəndərovun dövrü, lap sonra Mehdi Məmmədovun dövrü, yəni ki, teatrın intibah dövrü, teatrın ən gözəl vaxtları idi. Bax, həmin dövrləri xatırlayanda darıxırsınızmı? Aktyorlar üçün mü deyim? Darıxır yerindəki Mehriban xanım, mən deyə bilərəm ki, hər tamaşada onları mən xatırlayıram. Çünki mən müqayisə edirəm. Həmişə mən tamaşaları müqayisə edirəm. Aktyorlarla bir yerdə. Biz belə tikirdik, şimdi belədir. Bu aktyor belədir, indiki belədir. Müqayisə edirəm. Əfsus ki, əlbəttə ki, hələm ki, o dərəcəyə çatmamış. Ələskər Rəkmanov böyük aktyordur. Allah vergisidir. Ama onu vaktim mən vermeyeydim. Ferhad'ı mən vermeyeydim. Otelbol mən vermeyeydim. O evde oturup böyük sənətkar nağar edeydim. Gördüm zırhında heyget var bunun. Rejissor mu ne? Deyirəm ki, Ələskər Rəkmanov rəhmətli. Axırlarda indi olmasın, mən Ecin işdən deyirdim. O Mirza Qaliyevin deyirəm. Deyirəm, Ecin işdən geleceğim mərkəzi komitəyi. Böyük sərpərəm çağırım. Mən yoldan çıxartdılar, mən neyim, uşaq demin. Deyəcəm ki, gəlsin. Adın mən. Bəli. Amma kişi gəlmək istəmədi və gəlmədi də. Düşüb düşməyəli bu saraylara, hələ rast gəlmədim vəfalı yara. Çəkin boğazımdan mənim min dara, çobanlar yaylağı yadıma düşdü. Tamaşaçıların sənətkara verdikləri yüksək qiymət aktyor üçün ən yaxşı mükafatdır.
Yubiley gecəsini Azərbaycan SSR Mədəniyyət Nazirinin müavini Qurbanov açdı. Yazışı Mehdi Hüseyn Ələkbərovun səhnə fəaliyyəti haqqında məruz etdi. Yubilyarı ədəbiyyat və incəsənət xadimləri, dostları və yoldaşları qızğın salamladılar. SSR Xalq Artistkası Mərziyə xanım Davudova öz dostunu və silahdaşını böyük həyəcan və sevinç hissi ilə təbrik etdi. Səməd Vurğun adına Rus Dram Teatrının və Gənc Tamaşaçılar Teatrının aktyorları da sənət dostlarını ürəkdən salamladılar. Azərbaycan Film Kino Studiyasının hazırladığı hədiyyədə isə yubilyarın kino sahəsindəki yaradıcılıq yolu əks olunmuşdur. Bugün qocaman şairlərimiz Vaqiflə Vədadi də hörmətli sənətkarı təbrik etməyə gəlmişlər. Qoy görkəmli aktyorumuzun keçdiyi sənət yolu daha da yüksəklərə qalxsın. Ələsgər Ələkbərov nə özündən əvvəl, nə özündən sonra məhz belə ulduz, belə möcüzə görünməyib. Sənət səmasında, teatr qalaktikasında belə parlaq ulduz hələ olmayıb. Bu mehriban gözlər, cizgilər, doğma, həddindən artıq dolma sima. Vaqif rolunda Ələsgər Ələkbərov bir ulduz kimi parladı. Bu ancaq və ancaq Ədil İskəndərovun düzgün təyinatının nəticəsində oldu. Ədil İskəndərov aktyorların yerini bilirdi. Hansı rolü hansı aktyora tapşırmaq olar? Hansı planda yetişdirmək olar bu aktyoru? Heç təsadüfi deyil ki, o illərdə səhnəyə gələn aktyor, aktrisalardan əlbəttə mən Barat xanımdan sonra Azərbaycan dram səhnəsinə gələn aktrisalardan biri mənəm. Mən Barat xanımdan başqa nəzərdə tuturam ki, Ədil İskəndərov məndən sonra gələn aktrisalarında yetişməsində böyük xidməti var. Məsəl üçün, mən heç bir teatr təhsili görməmişəm. Ədil İskəndərov nəinki rejissor, o bir müəllim kimi səhnənin o sirrilərini, əsrarəngiz gözəlliklərini aktyora aşılamağı bacarırdı. Teatr uzaqdan görünən bayram əhvalı, çiçəklərlə, alqışlarla, pərəstişlə yoğrulmuş həyat, məhəbbətlə baxılana çatmaz bütlər, gözəl həyat. Doğrudan da teatr səhnəyə çıxan hər bir aktyor, hər bir aktrisa, onların səhnədə istifadə edildikləri hər bir əşya tamaşaçılar üçün sevimlidir. Bax bura, bax bu sex teatrın əlbəsə sexidir. Bütün tamaşalar, biz hətta bugünkü intibah dövründən danışırıq. Həmin dövrdən belə qalmış əlbəsələr bax bu sexdə qorunur, saxlanılır və bu sexdə onlar saxlanmaqla bərabər onlardan yenisi düzəlinir. Bütün intibah dövrünə məxsus olan bütün tamaşalar, yəni triumfal tamaşalar olan Vaqifdə, Həyatda, Otelloda, Şərqin Səhəridə, Göz Həkimidə, Bahar Suları, Fərhad Şirin, Xanlar, daha hansı tamaşalar, yəni həmin tamaşalardan daha nələr qalıb indiyə kimi ki, həmin o əlbəsə sexində həmin əşyalar saxlanılıb. Bəli, Mehriban xanım, qalıb bu tamaşalardan. Məsələn, bax, gördüyünüz o bu qılınc, köhnə, bax bu tüfəng deyəsən. Bu tüfəng Dumanlı Təbrizdəndir. Əjdər Sultanov bunu götürərdi. Allah rəhmət eləsin. Cabbar dayı, bizim Cabbar Cabbarov əlbəsə sexinin müdürüdür. Bizim Cabbar dayıdır. Yəni bu həmin dövrləri yaşamış, həmin dövrləri keçmiş və bugün də bizim səhnəmizin bəlkə də əgər nə vaxtsa biz qeyd edə bilsək klassik dediyimiz həmin dövrlərə Cabbar dayı bizim çox gözəl yol göstərənimizdir. Cabbar dayı bu olurmu ki, belə bir hal ki, həmin əvvəlki tamaşalarda istifadə olunan əlbəsələr birbaşa sözü ki, həmin aktyorlarla bağlıdır. Tutaq ki, Fərhad rolunda oynayan Ələsgər Ələkbərovu bugün yəni bunların birbaşa olur. Bax, bu gördüyünüz qalxanlar məsələn. Bax, vaxtı ikən Fərhad Şirində işlənib, saxlamışıq. İndi də taza tamaşa üçün hazırlayırıq. Bax, ancaq bu böyük qalxanlar taza Fərhad Şirin üçün hazırlanır. Sonra daim edin, bax, o gitara, rəhmətli Meyti müəllim, canlı Meyti onu çalardı. Sonra bax, arfa, Fərhad Şirindən qalan köhnə, o vaxtın, necə deyərlər,
əşyasıdır. Əlbəttəsidir. Cəbbar dayı, bax indi siz həmin o dövrü, intibah dövrünü yaşamış sənətkarsınız. Yəni həmin o dövrün səhnədə görünməyən fədailərindənsiniz. Yəni sizlərin zəhməti çox böyükdür həmin illərdə. Siz indi həmin illərlə bu illəri müqayisə edəndə nə hisslər keçirirsiniz? Bax indiki teatr, indiki səhnə, indiki tamaşalar və tutaq ki, Ədil İskəndərov dövrünün tamaşaları, aktyorlar. Bu barədə nə deyə bilərəm, Mehriban xanım? Bu dövrlə bu dövrün çox böyük fərqi var. Olduqca böyük fərqi var. Məsələn, Ədil müəllimin vaxtında, Meyti müəllimin vaxtında, Tofiq müəllimin vaxtında tamam bir başqa idi. Səhnələrimizdə, məsələn, elə dekorlar qurlardı ki, monumental. Məsələn, yaxşı fəhlilərimiz vardı ki, işləyirdilər. Bir, məsələn, stapqanı götürəndə əlinə deyir, heç uf da demirdi, aparıb qoyurdu yerinə. İndi neysə, indiki zamanda neysə belə səhnəmizdə cılızdaşıb, çox belə Ömrünün yarım əsrini səhnədə keçirmiş görkəmli sənətkaram SSR Ali Soveti Rəyasət Heyətinin fərmanına əsasən yüksək mükafat Lenin ordeni verildi. Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin katibi Bayramov yoldaş yubilyarı partiya və hökumətimiz adından təbrik etdi. Böyük yaradıcının Azərbaycan teatr incəsənəti qarşısındakı görkəmli xidmətləri haqqında Respublikanın xalq artisti Adil İskəndərov məruzə etdi. Əssas müəllim və mahir sənətkar Sidqi Ruhullanı Azərbaycanda tanımayan azdır. Odur ki, bu əziz gündə həqiqi xalq artistini təbrik edən hər bir kəs ona ancaq uzun ömür və səmərəli iş arzu edirdi. Sidqi Ruhulla təkcə elə qacar rolu bəs idi ki, Sidqi Ruhulla teatr tarixində qalsın. Əzəmət, qorxu, məğrurluq simvolu olan Sidqi Ruhulla. Bugünkü nəsil indi bəlkə də bu sənətkarın adından başqa onun haqqında heç nə bilmir və bizim əlimizdə olan yeganə canlı Sidqi Ruhulla qacardır. Məhz bu büt aktyorun təsdiqi üçün elə bircə bu da kifayətdir. Sidqi Ruhulla yadda saxlayın. Türkiye'de əsərində Nazım Hikmətin bir dəfə əfranını əvəz elədi. Aktyoru hamı çaşıb qalmışdı. Əzim əlim ki, o Sidqi ruhumu ona silmə vurmalıydı. Polis məmuru idi. Mən də stolun altına girmişəm, söz verirəm buna da. Stol örtülüdür. Bu aktyor kimi çıxıb. Bak bu axır qadam vur məni də Sidqiyə. Siz vurayım qalıb. Sənə də deyir vur məni. Axır görün yanıb da. Vura bilmir. Masolum qalıb. Vura bilmir. Mən də sınmasın dedim Sidqiyə vur orayı, vur sinirlərini də. Vurdu mu? Axır elə vurdu ki. Vurma. Ədil İskəndərovun ardınca gedən aktyorlar Ədil İskəndərovla qalıb işləməli idilər. Yəni bu proses mütləq baş verməli idi, labüd idi. O başqa məsələ ki, biz bu prosesi tələsdirmişik və bu tələskənlik üzündən Ədil İskəndərov sənətinin sirləri bizim üçün itib. Ədil İskəndərov rejissurasının mahiyyəti bizim üçün itdi teatrda. Onun aktyorla işləmək xüsusiyyətlərini biz itirdik və təbii ki, bu tez-tez dəyişmələr son ucda heç kimin xeyrinə olmur. Burada həm mədəniyyət itirir, həm teatr, həm də ayrı-ayrı şəxsiyyət. Teatr o illərdə bir-birinin ardınca hadisələr yaradırdı. Vaqif, Xanlar, Fərhad və Şirin, Dumanlı Təbriz, Yaşar, Şərqin Səhəri, Otello, Bahar Suları, Cavanşir, Nizami adlarını çəkib qutara bilmədiyimiz triumfal tamaşalar şöhrət, alqış, pərəstiş, hətta xəyanət, paxıllıq yaradırdı, bəli. Çox böyük sənət yeri idi. Ona qarşı axır zamanlarda ədalətsizlik oldu. Onu məsəl üçün teatrın 100 illiyində bunu yaxşı qeyd eləmədilər. Bunlar Ədil İskəndərova toxunurdu. Ədil İskəndərova toxunmurdu. Ədil İskəndərova bir neçə dəfə mən özüm şəxsən zəng eləyib bu teatra dəvət elədim. Uşaqları gəldi, tamaşalara baxdı, özü gəlmədi. Hətta Əli İsmailov Allah rəhmət eləsin direktor olanda mənə dedi ki, gəl Vaqifi çağıra, Ədili. Göndər mənim yanıma gəlsin, Vaqifi təzədən bərpa edək.
Ədil gəldi, mən onu aşağıdan qəbul elədim, bir tərəfdən də yox. Aşağıdan da qəbul elədim, getdik Ədil'lə oturduq, Ali İsmailovun yanında söhbət elədi, o əmbiyən götürmədi boynuna. Səhnəni məbədə çevirən müqəddəslər, bu məbədə səcdə edən fanatlar hamısı keçdi, getdi. Teatr nə itirlədir İskəndərovun getməyi ilə? Çox hiss olundu xanım. Çox, olduqca hiss olundu Ədil İskəndərovun teatrda olmamağı. Məsəl üçün, o təmtəraqlı tamaşaları mən görmədim. Yeni bir binaya gələndən sonra. Ədil artıq burada heç demək olar ki, işləmədi teatrın yeni binasında. O quruluşları, o böyük aktyor inkişafları oldu, o dərəcədə yox. Yəni teatrın intibah dövrü saydığımız, yəni ilkin mərhələsinə qayıda bilmədi, davam edə bilmədi. Bəli, bax siz aktyor kollektivi neynədiniz? Neynədiniz ki, həmin illəri geri qaytara biləsiniz? Neynədiniz ki, həmin o inkişafı, teatrın həmin inkişafını bərpa edə biləsiniz? Neynədiniz? Bu tək mənim əlimdə deyildi. Məndən əvvəl də sənətkar aktyor, aktrisalar var idi. Hələ Fatma xanım da, hələ Hükümə xanım da, Mərziyə xanım da. Bu boşluğu birin oyu, bu çatışmamazlığı gələn o birisi pokoleniya, gözəl əsərlər, İlyas Əfəndiyevin əsərləri ilə demək olar ki, hiss olundu ki, teatrda necə deyir, inkişaf var, teatr davam eləyir, teatr yaşayır. Bu tamam başqa dövr idi, tamam başqa məktəb idi, tamam başqa ənə idi. Bu tamam başqa ənə idi. Mehdi Məmmədov nə qədər təmkinli rejissor, məsələn, onun Xəyyamını götürəndə Tofiq Kazımovun çılğını idi. Tofiq Kazımovun ölüləri, bunlar bir məktəbdir. Bu üç rejissorun gözlərimizə Ədil İskəndərovun, siz bilirsiniz də, Şərqin Səhərinə görə SSR dövlət mükafatı almışdı. Elə bircə Vaqifi bəs idi ki, Ədil İskəndərov. Bir dənə Vaqifi bəs idi ki, deyəsən, bu Ədil İskəndərovun dəstə xəttidir. Bu Ədil İskəndərovun böyük sənətkar olmağı, nəhəng bir sənətkar olmağı bir Vaqiflə, elə mən daha demirəm, Otellosunu, Şeyx Sənanını, Fərhadçını. Ədil İskəndərov Türk tiyatrosunda İskəndərov teatrı yaratdı və öz ənənələri, öz inkişaf yolu, öz səması, özünə məxsus forması olan yeni bir teatr yaratdı. Kərim dayı bizim baş səhnə maşinistidir. Kərim dayı başının tükü sənət tamaşalar görmüş bir sənətkardır və səhnə arxasına dayanıb bizim səhnə dekorasiyalarının sökülməyinə, tikilməyinə, vaxtında tikilib, vaxtında qurulmağına, sökülməyinə kömək edən birinci ümdə şəxsdir. Kərim dayı, siz yəni bizim dediyimiz həmin o dövrü yaşamış sənətkarlardansınız. Yəni siz görmüsünüz bütün o intibah dövrünün bütün ulduzlarını da, bütün o tamaşaları da görmüsünüz. İndiki dekorasiyaların, o ilki dekorasiyaların nə fərqi var? O monumental tamaşalar, Ədil İskəndərovun monumental tamaşalarına, indiki tamaşalar arasında. Bizdə o vaxtlar çox böyük tamaşalara gedirik, tamaşa idi, o gəlirdi, o düşəndəydi, hətta xanlar idi, böyük tamaşalara gelirdi. Yaxşı, ağır, çemkən bu tamaşalardan, ucuz yaxşı da olurdu, amma indiki işimiz çox ondan aşağı oldu. Ona belki bizim bu mümkünatımız olmuş materyallərlə. Bəs sənətdə hadisəyə çevrilən tamaşalarla müqayisə edəndə necə? Yəni o vaxt ki, belə qəribə bir dövr var idi ki, bütün tamaşalar sənətdə hadisəyə çevrilirdi. Yəni böyük müvəffəqiyyətlə tamaşalar gedirdi. Və siz indiki dövrlə həmin illəri müqayisə edəndə, bax o triumfal tamaşalarla müqayisəni darıxırsınızmı? Çox darıxıram mən. Amma sənətə məhəbbət sönməyib. Məhəbbət də olmur. O vaxtında məhəbbət başqa bir şey. O vaxtında biz sənətə gələndə, işə gələndə, biz evdən çıxanda elə gəlir ki, biz gedirik iş işləməyə. Necə böyük iş işləməyə? Böyük işləməyə. Amma indiki zamanda elə gəlir ki, biz başqa gözləmir ki, başqa elə bir iş olsun ki, gözləmir görəkən. Həmin illəri xatırlayanda xoşbəxtsizmi o sənətkarlarla işləmişsiniz? Böyük bir sənətkarlarla işləmişəm. Bu xalat Fərhad Şirinlə Azad Qərabekovundur. Xan oynayırdı. Bu Qacarındır, Silqurullah rəhmətliyin şubasıdır. Bu da Vaqifdəndir. Bu da Vaqif tamaşasındandır. Əli Beyin donu idi. Bu ölülərdən rəhmətlik Şeyx Zamanovun xalatıdır. Bu da həmçinin ölülərdəndir. Sonra bu qış dağılındandır paltarlarımız. Hacı Məmməd Qafqazlı geyirdi. Rəhmətlik Abbas Rızayev geyirdi. Bu xalat Osmanlının xalatı idi. Hansız tamaşadansa
biraz yadımdan çıxıb. Bu paltar rəhmətlik Mirvarı xanımındır. Xanıma tamaşasından. Bəli. Çox uzaqdır, ancaq sənət var idi. O gözəl o triumfal tamaşalar, o gözəl ulduzlar, onların libasları, bunlar hamısı var idi, olub. Yəni indi o triumfal tamaşalardan, o alqışlardan, o müvəffəqiyyətdən heç nə qalmayıb. Teatrın özündə də bəlkə bu zaman həqiqətlərindən bağlı idi, var idi, olmuş idi. Səs salırdı, arası kəsilmirdi. Pərəstişkarlar eyni qüvvəyə bərabər səhnəyə pərəstiş edən aktyorlara, müqəddəslərə bərabər qüvvəyə tamaşaçılar da var idi. Bəli, sənət var idi. Teatr indi də fəaliyyət göstərir, teatr indi də mövcuddur. Var, ancaq çox az. Cüzi qismdə də olsa, qulquşunun sonuncu uçuşu da olsa, hələ də var, mövcuddur. Teatr hələ də yaşayır. Bax, bu paltarlarla, bu libaslarla, bu sənətkarla və həmin sənətkarları əvəz edən gənc nəsillə teatr yaşayır. Aktyorlarımızın geyimləridir. Ədil İskəndərovdan sonra burada, bax bu teatrda az qala Ədil İskəndərovun özünün yaratdığı bu teatrda nə qalıb? Heç nə. Qalan yalnız ştamplar, yalnız atlası, tullanası, pafos, patetika, lazımsız ədalar və ilaxır və ilaxır. Ədil İskəndərovun Azərbaycan teatrı indi tör töküntülərini yaşayır. Əgər bu tör töküntülərdən xilas ola bilməsə, onda Azərbaycan teatrı heç cürə öz inkişafı yolunu tapa bilməyəcək. Biz bugün məqbərə tikmək arzumuzun müqabilində olsa bu sənətkarlarımızı bir balaca xatırladıq ki, yadda saxlayaq və bizim qarşımıza qoyduğumuz bax bu məqsədin müqabilində biz onları yadda saxlamaq istəyirik ki, xatırlayaq və bizdən sonraki nəsil də onları az da olsa xatırlasın və bir nefis yubiley əhval-ruhiyyətindən xəbər versə də biz bugün onları xatırlamaqla nostalji hisslərimiz bizi bürüyür və biz az da olsa kədərlənirik və teatrda səhnədə çıxıb parlayan hər bir ulduzu, səhnədə parlamayan səhnə fədailərinin və səhnə arxasında işləyən bütün fəhlələrə çox sağ olun deyirik. Çox sağ olun ki, siz varsınız, çox sağ olun ki, siz səhnəni və səhnənin sənəti yaşadırsınız. Və biz bugün səhnədə parlayan və parlamaq arzusunda olan bütün aktyorlara ancaq bunu arzu edirik. Qoy heç vaxt qismətinizə sönmək, bitmək, qurtarmaq düşməsin.